اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم قربني فيه إلى مرضاتك وجنبني فيه من سخطك ونقماتك ووفقني فيه لقراءة آياتك برحمتك يا أرحم الراحمين. بسم الله الرحمن الرحيم. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi teyyibin tahirin. Ramazan ayının ikinci gününün duasının şerhi. Aziz Müslüman bacı kardeşlerim, değerli müminler. Bizler mübarek Ramazan ayına kadar öz rəftarımıza baxıb dərin düşündükdə görürük ki, Kur'an'ın buyurduğu yoldan, Allah'ın yolundan, Peyğəmbər və Əhl-i Beyt əleyhissalamın yolundan çox uzaq düşmüşük. Və Allah Kur'an-ı Kerimdə buyurur: "Və mən ə'rizə ən zikri fə innə ləhum məişətən zənk." Hər kəs mənim zikrimdən, ilahi nəsihətdən, Kur'an'ın buyurduqlarından uzaq düşərsə, eraz eləyərsə, üst çövrərsə, onun dünyada məişət, yəni ruzigarı dar olar. Dar, sıxıcı ruzigar və ahirət əzabı Allah Teala yadımıza salır. Bəs bugünkü günün duasında, mübarək Ramazan ayının ikinci gününün duasında Allah Təbarək və Teala'dan üç şey diləyirik, istəyirik. Allahümme qarribni fihi ila mərzadik. Birinci istəyimiz odur ki, Allah məni bugünkü gündə öz razılığına, razı olduğun işlərə, əməllərə, öz razılığına yaxın etkinən. Allahümme qarribni fihi ila mərzatik. Allah'ın razılığı. Allah'ın razılığı her bir şeyden üstündür. Allah Teala neçə şeyi, neçə yerdə gizlin qərar veribdir. Hədislərdə var: İnnəllah əxfə ərbəətən fi ərbəə. Allah dörd şeyi dörd yerdə gizlin qərar verib. Allah öz razılığın əxfə rizahu fi taati. Hər hansı bir taatin, Allah'ın itaat buyurduğu bir işdə Allah öz razılığın gizli saxlayıbdır. Yəni insanlar heç bir itaati, heç bir bəndəçilik hüququnu kiçik saymasın. Bu iş mənim nəzərimdə kiçikdir, bu kiçik itaətdir. Mən bununla yox, yaxşısı bu düşünüm, bir vaxt tapım, böyük bir itaətlə məşğul olaram. Xeyr, hər bir fürsəti dəyərləndirmək lazımdır. Çünki Allah Teala öz razılığını, öz rizasını hər hansısa bir itaətdə Allah qərar veribdir, gizlin qərar veribdir ki, gərək insanlar diqqətli olsunlar ki, fürsətdən yararlansınlar. Bütün irili xırdalı, bütün o işlərdəki Allah'ın razılığı ola biləcək, bütün itaətləri çalışdıqca yerinə getirsinlər. Həzrəti Loğman əleyhissalam oğluna etdiyi öyüd nəsihətlərin içərisində oxuyuruq. Ya bu nəyi? Ey oğul, hər kəs Allah'ın rızasını, Allah razılığını istərsə, gərək özünü narazı salsın, özünü əziyyət eləsin. Yəni o mənada nəfsini, çünki nəfsin istəyi ilə Allah'ın istəyi heç zaman üst-üstə düşməz. Nəfs, İnnən nəfsə lə əmmarətun bis-sud. Nəfs insanı pisliklərə doğru əmr eləyər, göstəriş verir. Əgər Allah'ın razılığını istəyirsənsə, ey oğul, bir kəs Allah'ın rızasını istəyirsə, gərək öz nəfsini incitsin, öz nəfsinin sözünə baxmasın. Nəfsinə itaat eləməsin, Allah'a itaat eləsin. Allah'ın razılığı nəfsin narazılığındadır.
Mən la yusxit nəfsəhu la yurzabi. Hər kəs öz nəfsini çətinə salmasa heç zaman Allahın rızasını ələ gətirə bilməz. Bəli, bugünkü gündə birinci istəyimiz bu oldu ki, Pərverdigara, ey mənim Allahım, məni öz razılığıma tərəf çəkkinən, məni yaxın etkinən o işlərə ki, sən razısan. Qur'an-ı Kərimin Bəqərə surəsində oxuyuruq və minən nasi mən yəşri nəfsəhu ibtiğaə mərzatillah. İnsanlardan elələri var ki, öz canını, öz nəfsini, öz canını satarlar Allahın razılığına görə. Bu ayə bildiyimiz kimi Bəqərə surəsinin 207-208-ci ayəsi nazil olub Əmirul Müminin Həzrət Əli əleyhissalatu vəssalamın ki, haqqında, onun xüsusunda ki, belə ki, Leylətul Məbit deyərlər. Həzrət Peyğəmbər əleyhissalamın Məkkədən Mədinəyə hicrət elədiyi gecə ölümlə üz-üzə gəldi. Allah razı olsun deyə, Allah rızası üçün hətta öz nəfsini, öz canını fəda verməyə belə hazırdır ki, Peyğəmbər əleyhissalamın yatağında yatdı. Peyğəmbər Əkrəm həmin gecə ki, Məkkədən Mədinəyə köç etdi, hicrət elədi və ayə nazil oldu. Və minən nasi mən yəşri nəfsəhu ibtiğaə mərzatillah. İnsanlardan elələri var ki, öz canını Allahın rızası üçün, Allahın razılığına görə satarlar. Vallahu raufun bil ibad. Allah öz bəndələrinə qarşı çox raufdur, çox mehribandır. Bəli, bugünkü gündə, mübarək Ramazan ayının ikinci günündə İlk istəyimiz budur ki, diləyimiz budur ki, Allah məni bugünkü gün öz razılığına, razı olduğun işlərə yaxın etkinə. Və ikinci diləyimiz və cənnibni fihi min səxətik. Sənin qəzəbə səbəb olan səxət, qəzəbə, çətinliklərə, bəlalara səbəb olan işlərdən məni çəkindirginən, uzaq etkinən. Səxətullah və qəzəbullah əşəd, ən şiddətli bir şey Allahın qəzəbidir. Bəli, Allah bugünkü gündə məni o çətinliklər, o sənin qəzəbə səbəb olan işlər ki var, sən istəməyəndir, sənin razılığın yoxdur Pərverdigara, o işlərdən məni uzaq et, məni çəkindirginə. Və üçüncü diləyimiz nədir bugünkü gündə? Vərzuqni fihi li qiraəti ayatik. Bir rəhmətikə ya ərhəmər rahimin. Ey rəhimlilərin rəhimlisi olan Allah, mənə bugünkü gündə sənin ayələrimi oxumağı mənə ruzi ver. Yəni, Quran oxumaq böyük savabı olan ibadətlərdəndir. Amma bunun üçün də gərək Allahın tövfiqi olsun. Mümkündür bir insan Quran oxuya bilir. Lakin elə ola bilər ki, Allah onu heç müvəffəq etməsin. Bir kəlmə, bir ayə belə oxumağa onun vaxtı olmasın, bir imkanı olmasın. Quran oxumaq da belə Allah tərəfindən bir lütfdir, inayətdir. İbadətin özü belə. Bir kəs sual elədi. Həzrət İmam Sadiq əleyhissalatu vəssalamdan soruşdu. Yəmnə Rəsulillah, bilmirəm necə oldu bugünkü gün, bu gecə mən yatdım. Gecə namazı, müstəhəbbi bir namaz, gecə namazı fota getdi. Mən gecə namazına dura bilmədim, qıla bilmədim ki, bunu Allah bu gecə mənə nəsib etmədi. Həzrət buyurdu ki, sən bir iş görmüsən ki, o işə görə Allah sənə tövfiq inayət eləməyib, səni müvəffəq eləməyib, o sənin əlindən çıxıbdır səbəb. Nə idi? Var rivayətdə gəlir ki, Həzrət Səlman Farsi əleyhirrəhmə barəsində bir şəxs xoşa gəlməz, ürəyi açmayan sözlər danışıb və bu da onu müdafiə etməyib. Qalıb, belə deyim, qulaq asıbdır, etina etməyib o söhbətə ki, Səlman Farsi kimi bir dəyərli bir şəxs barəsində ki, onu yada salıb, Peyğəmbər əleyhissalamın səhabəsi olsun ki, onun barəsində dəyərsiz sözlər danışıb və bu da həmin sözlərə qulaq asıb və onu müdafiə etməyib. Və bu səbəb olubdur ki, həmin bu şəxsdən Allahın inayəti götürülüb, gecə namazı onun əlindən çıxıbdır. Bəs Quran oxumaq ibadətdir. Əfzəlul ibadə
qiraətul Qur'an. Ən fəzilətli ibadət Qur'an oxumaqdır. Lakin bunun üçün də gərək Allahdan biz tövfiq diləyək ki, Allah sən müvəffəq elə, sən onu bizə ruzu ver ki, biz eləyə bilək, oxuya bilək sənin ayələrini. Vərzuqni fihi li qiraəti ayatik. Əziz bacı qardaşlarım, mübarək Ramazan ayı Qur'anın nazil olduğu bir aydır. İmam Sadiq aleyhissalatu vesselam buyurub ki, likulli şeyin rabi', hər bir şeyin bir baharı vardır və Qur'anın da baharı mübarək Ramazan ayıdır. Allah bugünkü gündə, bu Ramazan ayında sənin ayələrini Qur'an-ı Kərim oxumağı mənə nəsib elə, mənə ruzu verginən. Peyğəmbər Əkrəm buyurub sallallahu aleyhi və aleyhi İzə əhəbbə əhədukum ən yuhaddisəllah fəliyəqrəl Qur'an. Sizlərdən biriniz əgər istəyirsə Allahla söhbət etsin. Hədisdə var ki, istəyirsən sən Allahla danışasan, namaz qıl. İstəyirsən Allah səninlə söhbət etsin, danışsın, sən Qur'an oxu. Və buyurubdur bəli Peyğəmbər əleyhissalam, sizlərdən biriniz əgər o zaman ki istəyirsiniz ki Allahla danışasınız, söhbət edəsiniz, bəs o adam gərək Qur'an oxusun. Qur'an oxumaq əfsəl ibadətlərdəndir, dəyərli mömin bacı qardaşlarım. Lakin necə oxumaq? Təfəkkür, düşünərək oxumaq. Tədəbbür, təfəkkürlə oxumaq. Əl-ləzīnə āteynəhumul kitab yətlûnehu haqqə tilavətihi. Allah Teala Qur'an-ı Kərimdə buyurubdur, tərif edir o möminləri ki, onlara kitab əta etmişik, yəni kitab nazil etmişik, Qur'an onlara nazil etmişik. Onlar Qur'anı oxuyarlar, yətlunahu, onu tilavət edib oxuyarlar. Amma necə oxuyarlar? Haqqə tilabəti, həqiqi tilavət. Oxumağın haqqını əda edərək oxumaq, o oxumağa deyərlər ki, o Qur'an tilavētinə deyərlər ki, insan düşünərək onu oxuyur. Ayələr oxuduqca onu heyran edir, düşünür, onu öz həyatına tətbiq edir. Bəs bugünkü gündə üç şey uca Rəbbimizdən, Allahdan dilədik ki, Allah bizləri öz razılığına yaxın etsin və Allahın bəyənmədiyi, Allahın qəzəbinə səbəb olacaq işlərdən Allah bizi çəkindirsin, uzaq etsin və bugünkü gündə, bu mübarək ayda, bugünkü gündə Allah bizlərə tövfiq inaət eləsin, müvəffəq eləsin ki, Qur'an-ı Kərimi oxumağı Allah bizlərə ruzu versin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.